Sahibkar izləyiciləri, bizimlə qalın. Gördüyünüz kimi videonun ardı kəsilmir. Aparılan müşahidələr zamanı məlum olub ki, kanala hərəkət etməli olan suyun böyük hissəsi şirkətin istiqamətinə yönləndirilir. Mövcud vəziyyət nəticəsində su kanal boyunca normal axını davam etdirə bilmir və əsasən şirkətə ötürülür. Ərazidə aparılan müşahidələr zamanı şirkətin istifadəsində olduğu bildirilən 4 nasosun işlədiyi də qeydə alınıb. Suyun məhz bu nasoslar vasitəsilə şirkətə yönləndirildiyi iddia olunur. Bundan əlavə kanal üzərindəki tənzimləyici qurğuların qaldırılıb endirilməsi nəticəsində suyun axın istiqamətinin dəyişdirildiyi, kanalın aşağı hissələrinə isə kifayət qədər suyun çatmadığı müşahidə edilir. Həmin ərazidə suyun verilməsi üçün 400 litr limit müəyyən edilsə də, müşahidələr zamanı bu normanın pozulduğu iddia olunur. Belə ki, ayrılmış limit 450 litr olduğu halda təxminən 2 kub metrə yaxın suyun həmin istiqamətdə yönləndirildiyi bildirilir. Bu isə müəyyən edilmiş su bölgüsü qaydalarına uyğunluğu ilə bağlı suallar yaradır. Qeyd olunan məlumatlar iddia və müşahidələrlə əsaslanır. İctimai şəkildə yayımlayarkən qarşı tərəfin mövqeyini də almaq məqsədə uyğun olsa da, qeyd olunan faktlar ərazidə aparılan müşahidələr və əldə olunan görüntülərə əsaslanır. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Ağsu Suvarma Sistemləri İdarəsinin müdiri İlham Orucovla əlaqə saxlamağa cəhd göstərsək də, o suallarımızı cavablandırmayıb və mövzu ilə bağlı açıqlama verməkdən yayınıb. Səsləndirilən iddiaların doğruluğu aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır. İctimai maraq doğuran bu məsələ ilə bağlı rəsmi qurumların mövqeyi də aparılacaq. Araşdırmaların nəticələri diqqətlə saxlanılacaq. Mövzu ilə bağlı yeni məlumatlar əldə olduqca ictimaiyyətə təqdim ediləcək. Bundan başqa şirkətin bu kanalda 4 dənə motor işləyir. Bu qapıdan başqa 4 dənə motor işləyir. Həmin bu şirkətə gedir bu su. Bax, qapını qaldırıb qoyublar göyün üzünə. Kanaldan su getmir. Bugün ayın 8-i 6-cı ay 2026-cı il saat 08:30-a